Hello dear students, today's our topic is adverb. Güven 2024 test toplusu ilə zərf mövzusunu davam elətdiririk. Birinci sualda deyir ki, zərfi seç. Bilirik ki, zərf sifət üstə gəlinsin ly bərabərdir zərf, yəni adverb. Biz bu şərti nəzərə alaraq zərfləri seçəcəyik. Başlayaq birinci sualdan. Birinci sualda sifət love feildir. Ly qəbul eləyərsə bu artıq adjektiv, yəni sifət olacaq. Ugly isə eybəcər deməkdir. Bu özü artıq sifətdir, yəni zərf deyil. Qaldı 2, 4. Patient, səbir. Patiently, səbirli sifətdir. Slow zərf olacaq, yəni sifətin sonuna ly artıranda zərf alır. Slow özü yavaş deməkdir. Ly qəbul etdiyinə görə slowly, yavaşcana, yəni bu artıq zərfdir. 2, 4 doğru variantımız Y variantı oldu. İkinci sualda eyni qayda ilə davam eləyirik. Yəni zərfi seçirik. Friend dost deməkdir. Friendly səmimi, dostcanlı deməkdir. Yəni bu artıq sifətdir. Live yaşamaq, lively isə canlı deməkdir. Bu da artıq sifət sayılır. Yəni 1-3 doğru variantımız olacaq A variantı. Sifət hər ly ilə bitən sözlərimiz zərf deyil. Bunu qaydanı diqqətlə qulaq assanız daha yaxşı anlayacaqsınız. Üçüncü suala baxırıq. Sifət zərf olan cərgəni, adverb olan, choose a line of adverb. Adverb olan cərgəni seçirik. Friendly artıq dedik ki, sifətdir. Lovely dedik ki, sifətdir. Sonra buradan officially, accidentally, yəni qaldı 3 ilə 4. D variantı doğru variantdır. Complete, completely, nice, nicely, probably, suddenly, officially, accidentally, bunlar hamısı zərf hesab olunur. 4-cü suala baxırıq. Listen to the children, yəni bizə burada düzgün variantı seç deyir. O şagirdlərə qulaq asdı. Yəni necə qulaq asdı? Əlbəttə ki, diqqətlə dediyimiz halda bizə lazım olacaq zərf. Zərf də burada 2, 4, Y variantı doğrudur. Careful, attentive, bunlar isə sifətdir. Sifət ismi təyin edilir. Burada təyin olunacaq bir isim yoxdur. Növbəti sualımız 5-ci sual. 5-ci sualda yenə zərfi seçəcəyik. Maggie speaks, danışır. Necə danışır? Ona baxacağıq. Təbii ki, biz burada 1-dən 2-yə çıxacağıq. Çünki fluent, polite sifətdir. Bunları zərf etmək üçün ly qəbul etməlidir. Bu da ly qəbul edilmiş formaları da 3 və 4-dədir. Bu da B variantıdır. 6-cı suala baxırıq. His guess was absolutely wrong. Gəlin burada bunu biraz açaq. Bu variantı, daha doğrusu bunu. Deməli burada nə verilibdir? Variantlardan gedəcəyik. Absolute wrong, complete wrong, absolutely wrong, completely wrong. Absolute wrong. Ümumiyyətlə yadımızda saxlayırıq ki, sifəti təyin etməz. Ona görə də sifətin qarşısında sifəti təyin eləyər zərf. Ona görə də düzgün variantımız 3, 4 olacaq. C variantı doğru variantdır. Burada was mənim nəyimdir? Link verbümdür. Dedik ki, link verblər özlərindən sonra sifət gətirir. Amma bu link verb özündən sonra birbaşa sifət gətirməlidir. Yəni, sifətin qarşısında təyin edici olaraq sifət ola bilməz və yaxud da başqa bir nitq hissəsi ola bilməz. Sifəti təyin eləyən zərfdir. Yəni, burada was-u görüb link verbdir deyib, biz belə deyək də, birbaşa sifəti seçə bilərik. Məsələn, his guess was wrong şəklində ola bilərdi. Amma wrong-u sifətdir. Onun qarşısında bir təyin edici varsa, bu zərf olmalıdır. Absolutely wrong, completely wrong şəklində olmalıydı. Keçdik növbəti suala. Növbəti sualımız artıq degrees of adverb'dir.
zərfin dərəcələridir. Zərfin dərəcələri sifətin dərəcələri ilə eynidir. Sadəcə olaraq üstünlük dərəcəsində the article işlədilməyəcək. Yəni burada of all görürəmsə, demək ki, burada üstünlük dərəcəsidir. Üstünlük dərəcəsini isə burada verən mostdur. Yəni most of all, bunu biz bir ifadə şəklində də öyrənirik. İkinci suala baxırıq. We reached Baku then. Zəni gördüksə, zən artıq comparative degree'dir. Comparative degree'ni də burada verən C variantıdır. Burada D variantıda da var, amma bilirik ki, bir sözə iki şəkilçi yükləmək olmur. Later than him olacaq. Üçüncü suala baxırıq. Yenə burada zəni görürəm. Zən varsa comparative'dir. Comparative isə burada faster sözü verir. Bilirik ki, faster həm sifətdir, həm də zərfdir. Əgər ismi təyin eləyirsə sifətdir, feili təyin edirsə zərfdir. Dördüncü suala baxırıq. Dördüncü sualda a little görürəm. A little nəyi gətirir? Əlbəttə ki, comparative degree-ni. Comparative degree-ni də burada verən bir A variantıdır, bir də D variantıdır. Biz burada biri, yəni A variantındakı olan sifətin müqayisəsidir. D variantında olan zərfin müqayisəsidir. Bizə nə lazımdır? Can you play a little more slowly? Bizə təbii ki, zərf lazımdır. Ona görə biz more slowly-ni götürəcəyik. Bilirik ki, düzəltmə zərflər more-la ya da most-la düzəlir. Düzəltmə zərflər. Slowly sözü düzəltmə zərfi olduğuna görə slowly yer deyil, more slowly şəklində düzəlir. Beşinci suala baxırıq. Yenə burada zəni görürəm. Zən comparative degree-dir. Comparative degree-ni də burada harder verir. Baxın, burada bir Y variantında more hardly şəklində veribdir. Bilirik ki, hard sözü ly qəbul elədiyi zaman tamamilə başqa bir mənaya çevrilir, zərf olur və tamamilə başqa bir mənaya, çətin ki, mənasına keçir və cümlədə inkarlıq yaradır və hardly sözü heç bir halda dərəcələnmir. Yəni more hardly, most hardly deyə bir variantımız yoxdur. Hard sözü isə həm sifətdir, həm də zərfdir. Bunu qaydaya qulaq assaz, tam dəqiqliyi ilə öyrənmiş olacaqsınız. Henry studies, yenə zəni görürəm. Zən varsa, bunu dedik, sorry. Bunu dedik. 6-cı suala baxırıq. 6-cı sualda match'ı görürəm. Match nədir? Match müqayisəni gətirir. Özündən sonra mütləq şəkildə müqayisə dərəcəsində sifəti ya da zərfi gətirməlidir. Burada isə, baxın, burada fastly deyə bir şey yoxdur. Fast sözü özü həm sifətdir, həm də zərfdir. Hərəkətin necəliyini göstərərsə adverbdir, əşyanın necəliyini göstərərsə adjectivedir. Düzgün variantımız burada faster olacaq. Fast sözü ly qəbul etmir. 7-ci suala baxırıq. Watch, yenə burada zəni görürəm. Zən comparative degree-ni gətirir. Comparative degree-ni isə burada beta verir. Yəni beta sözünü götürəcəyik. No one is able to mend his watch better than he is. Növbəti suallara baxaq. 8-ci suala baxaq. 8-ci sualda nə var? 8-ci sualda raza var. Bilirik ki, razadır, quite'dir, so'dur, to'dur, enough'dır. Bunlar özlərindən sonra adi dərəcəni gətirir. Burada da adi dərəcəni verəcək A variantıdır. Attentively oldu. Olduqca ehtiyatlı, diqqətli deməkdir. 9-cu suala baxırıq. Bizə isə burada wrong, yəni səhvi tap deyir. Speaks English, English danışır ingiliscə. Necə danışır deyəndə artıq baxın, burada bizə zərf lazımdır. Demək ki, biz doğru olan, daha doğrusu doğru olmayanı seçəcəyik. Very fluently, bəli, very özündən sonra adini gətirir, doğrudur. Most fluently deyə bilərik, yəni superlative degree-də verə bilərik. Elə səhv olan burada Y variantıdır. Nəyə görə? Çünki much özündən sonra müqayisəni gətirməlidir. Much more fluently şəklində olmalıydı. Olmadığına görə Y variantı səhvdir. Bizə də deyir ki, səhvi seç. Ona görə də biz də Y variantını götürdük.
to fluently, more fluently verə bilərik. Növbəti sualımız zən var. Zəni görürəmsə, okay, comparative degree'dir. Comparative degree'ni isə burada verən higher sözü olacaq. Baxın, more high verə bilmərəm. Nəyə görə? Çünki high sözü təkəcalı sözdür və ear'la düzəlir. More-la düzəlmir. Yalnız düzəltmə zərflər more-la ya da most-la düzələ bilir. 11-ci suala baxırıq. In our company deyirsə, artıq burada superlative degree'dir. Üstünlük dərəcəsini isə biz təbii ki C variantını the easiest in our company. My boss solves problems. Müdürün problemləri ən asan şəkildə həll edir. Cümləmizin mənası belə olacaq. Bir dəqiqə, bizə nə lazımdır? Bizə burada zərf lazımdır. Zərf lazımdırsa düzgün variantımız B variantı olacaq. Çünki zərfin üstünlük dərəcəsinin qarşısında Z artikalı işlədilməyəcək. Düzgün variantımız B variantıdır. 12-ci suala baxırıq. 12-ci sualda isə enough-ı görürəm. Enough da bilirik ki, enough to, rather, quiet, bunlar hamısı adi dərəcəni gətirir. Bizə isə adi dərəcədə zərfi deyir. Simple sözü olacaq. Doğru variant. Sonra keçdik 13-cü sualda. 12-ci sualda da yenə zəni görürəm. Comparative degree'dir. Comparative degree'ni də more ya da ki much verə bilərik. Bir dəqiqə, daha doğrusu much özündən sonra müqayisəni gətirir. Comparative-də less, little'ın kökündən dəyişərək düzəlmiş forması. More isə many much'ın kökündən dəyişərək düzəlmiş formasıdır. Yəni 1-2 doğru variant C variantıdır. Zən var, most işlədə bilmərəm. Much isə özündən sonra müqayisəni gətirməlidir. Yəni much more carefully olmalıydı. 14-cü suala baxırıq. 14-cü sualda yenə zəni gördüm. Comparative degree'dir. Düzgün comparative degree isə burada təbii ki A variantıdır. Better. Yəni well sözünün kökündən dəyişərək müqayisə formasını almış variantı better olacaq. Növbəti suala baxırıq. Növbəti sualımız isə 15-ci sualdır. 15-ci sualda düzgün yenə degrees of adverb-ı tapırıq. Much more careful bizə adverb tap deyirsə, yəni A variantı adjectivedir, adverb deyil. A little careful, a little özündən sonra müqayisəni gətirir. Yəni A variantındakı kimi much more, a little more careful şəklində olmalıydı. Much da özündən sonra careful, more gətirməliydi. Much, a little, a bit, some, any bunlar özlərindən sonra istər sifət, istərsə də zərfin müqayisəsini gətirəcək. So careful as verə bilərikmi? So-nu dedik ki, not so formasında işlədirik daha çox. Bu da olacaq very carefully. Çox rahatlıqla, ehtiyatla problemi həll etdi deyəcəyik. 16-cı suala baxırıq. But it impossible now. Burada nə var? We need the information. Adverb seç deyir. Adverb de burada quickly B variantı daha doğru formadadır. Quick adjectivedir. Quickly sözünün yer artıraraq düzəlmiş variantıdır. Zərfin müqayisəsindəki kimi yazıblar. Amma quickly düzəltmə zərf olduğu üçün biz onu more quickly şəklində düzəldərdik müqayisəsini. Ona görə C variantı səhvdir. Most quick sözü təkəcalı sözdür. More-la, most-la düzəlməz. Ona görə də D-ni də çıxırıq. Qalır elə B variantı. 17-ci suala baxırıq. Zəni gördük burada. Zən comparative degree-ni gətirir. Comparative degree də burada worse sözüdür. Yəni badly sözünün müqayisəsidir worse. Daha pis deməkdir. 18-ci suala baxırıq. Zəni görürəm. Yəni comparativedir. Comparative isə burada better sözüdür. Yəni well sözünün
yaxşı sözünün kökündən dəyişilmiş formasıdır, better. 19-a baxırıq, yenə zəni görürəm, yenə comparative degree-ni seçirik. Comparative degree-ni də burada later, earlier sözləri. 3 ilə 4 A variantı doğrudur. Deməli, bəzi sözlərimiz var ki, onlar yəni özləri sözün özü ly ilə bitir. Early kimi, silly kimi, ugly kimi sözlərimiz, bunlar sözün özü olduğuna görə biz onları yəni ly sözün özünün ly-dir. Düzəltməsi olmadığına görə biz onları iyerlə ya da s-lə düzəldirik. Üstünlük və müqayisəsini. Early sözü də onlardan biridir. 20-ci suala baxırıq. Deməli, bizə variantlardan düzgününü seçəcəyik. As quickly as horses, daha doğrusu so quickly verib burada. Sonu işlədəndə biz daha çox deyirik ki, not so quickly as şəklində veririk. Much dedik ki, burada not olmalıydı. Not olmadığına görə sonu çıxdıq. A little'dır, much'dır. Bunlar özlərindən sonra müqayisəni gətirir. B-ni, C-ni buradan çıxdıq. Adi formada gətiribdir. Bizə adverbi seç deyirsə, adverbin üstünlük dərəcəsində Z artiklı olmur. Düzgün variantımız qaldı D variantında as quickly as horses. Dəvələr atlar kimi cəld qaçırlar. 21-ci sualda zəni görürəm. Zən isə comparative degree-ni gətirir. Comparative degree-ni isə doğruda burada A variantı olacaq. Bizə yox, A variantı more slowly yox. Adverbi seç dediyinə görə A variantı doğrudur. Slowly düzəltmə zərf olduğuna görə müqayisəsi zənlə düzəlir. C-də hər ikisini veribdir. Ümumiyyətlə sifətin müqayisəsidir və hər ikisi ilə veribdir. Olmaz dedik. Much özündən sonra müqayisəni gətirir. Yəni much more slowly şəklində olmalıydı. Most üstünlük dərəcəsi də zənlə uyğun gəlmir. Slower sözü, yəni bu sözü baxın bu şəkildədir. Bu söz bu şəkildədir. Slowly. Və bunu düzəltmək üçün belə bu formada y-ni i-yə çevirib sonra ear şəkilçisini əlavə edibdir. Slowly sözü, bu söz özü müqayisə olduğuna görə ear-la deyil, more-la düzəlməlidir. O da düzgün variant A variantındadır. 22-ci suala baxırıq. 22-ci sualda isə a little görürəm. A little özündən sonra müqayisəni gətirir. Burada da B variantı doğru olacaq. A little more careful. Bizə adverbi deyir deyinə more careful bu sifətdir olmayacaq. Most careful sifətdir. The most careful olmalıdır ki bizə adverbi seç deyir. A little özündən sonra müqayisəni gətirir. Most üstünlükdədir olmayacaq. 23-cü suala baxırıq. Yenə burada much görürəm. Much özündən sonra müqayisəni gətirir. A-nı çıxıram. Nəyə görə çıxırıq? Dedik ki, hard sözü ly qəbul etdiyi zaman hardly tamamilə başqa bir zərfə çevrilir. Zaman zərfinə çevrilir və onlar dərəcələnmir. High, highly, hard, hardly, late, lately, near, nearly sözləri var. Bunlar ly qəbul. Bunların kökü həm sifətdir, həm zərfdir. Ly qəbul etdiyi zaman tamamilə başqa bir zərfə çevrilir və onlar dərəcələnmirlər. Yəni more-la, most-la işlədilmir. Ona görə A-nı, C-ni çıxdıq. Hardlier, yəni bu hardly sözünü dəyişibdir. Ümumiyyətlə belə bir birləşmə, düzəlmə forması yoxdur. İyarı çıxdıq. More hard deyə bir söz yoxdur. Çünki hard sözü təkəcallıdır. İyarla düzələcək. D variantı doğru oldu. 24-cü suala baxırıq. 24-cü sualda isə yenə mənə zərfi seç dediyinə görə very well və much. Very well saxlayıram. Much well deyə bir şey yoxdur. Nəyə görə? Çünki much özündən sonra müqayisəni gətirir. Much better şəklində olmalıdır. More better deyə bir şey yoxdur. Better özü düzəlmiş
dəyişilərək müqayisə formasını almış bir sözdür. More isə müqayisəni düzəldir. Better sözü artıq düzəlmiş formadır. More'a ehtiyac yoxdur. Good adidir. Bizə zərf lazım deyirsə good sifətdir. The best isə üstünlük dərəcəsidir. Sifətin üstünlüyüdür. Ona görə A variantımız doğru oldu. Keçdik növbəti sual. 25-ci suala baxırıq. 25-ci sualda zəni görürəm. Zən burada nədir? Müqayisəni gətirir. Müqayisəni isə biz earlier sözü şəklində verəcəyik. Düzgün variant burada C variantıdır. Zən comparative degree-ni gətirir. Early sözünün özü olduğuna görə biz bunu more-la ya da most-la müqayisə ya da üstünlük dərəcəsini düzəltməyəcəyik. Yəni buradakı ly sözün özünün ly-dir. Ona görə də biz bunu yerlə düzəldəcəyik. Yəni B-dəki more early sözü səhvdir. 26-cı suala baxırıq. 26-cı sualda isə cavablardan gedəcəyik. Easy sözü, more easy. Easy sözü yəni iki hecalı, tək hecalı kimi götürəcəyik bunu. Yəni yerlə, s-lə düzələn olmalıdır. More easy deyə bilmərik. Much dedik ki, özündən sonra müqayisəni gətirir, olmayacaq. Sonra the most sifətin üstünlük dərəcəsini göstərir. Bizə isə zərfi istəyir. O da olacaq burada yəqin ki easier sözü bizə zərfi gətir deyirsə yəqin ki easy B variantı olacaq. Çünki easier sözü burada müqayisəni gətirir. Sifətin müqayisəsini gətirir. Amma bizə zərfi istəyir deyinə easily sözünü istifadə eləyəcəyik. Doğru variant B variantı oldu. Növbəti sualımız 27-ci sualdır. Of olu gördüyümüz zaman bilirik ki bu zərfin üstünlük dərəcəsi olacaq. Zərfin üstünlük dərəcəsi də burada C variantı most badly formasında olacaq. Most badly bad sözünün düzəlmə forması worse sözümüz var burada. Badly sözü D variantını bir dənə bunu silək. Düzgün variant 27-də D variantı olacaq. Niyə D variantıdır? Çünki bad sözü sifət olaraq dəyişir. Worse, the worst. Badly sözü isə zərf olaraq dəyişəndə yenə worse üstünlüyü isə worst şəklində olacaq. O da D variantı doğru olacaq. Yəni badly, most badly, more badly deyə bir formamız yoxdur. Badly sözü kökündən dəyişənlərdəndir. Ona görə worst şəklində olacaq. 28-ci suala baxırıq. Zəni gördüm burada. Comparative degree-ni gətirəcək. Comparative degree də baxın burada comparative degree-ni superlative'dir, early simple'dır, positive degree-dir, most early. Bunu da çıxıram. Nəyə görə çıxırıq? Çünki early sözün özüdür. Yəni düzəltmə zərf deyil. Early həm sifətdir, həm zərfdir. Sözün özü olduğuna görə biz bunu yerlə ya da s-lə düzələcəyik. Yəni düzgün variant C variantıdır. Sözün özü early olduğuna görə biz bunu more-la ya da most-la dərəcələndirmirik. Düzəltmə olanlar, məsələn baxın quick, quickly, more quickly ya da most quickly şəklində olur. Çünki quickly sözü düzəltmə zərfdir. Düzəltmə zərflərdə more-la ya da most-la dərəcələnir. Amma early sözü sözün özü olduğuna görə biz bunu yerlə ya da s-lə dərəcələndirəcəyik. Həm sifətdə, həm zərfdə. Keçdik növbəti suala. Növbəti sualımız isə burada olacaq. Degree of adverb zəni görürəm burada. Zən varsa təbii ki comparative degree-dir. Comparative degree-ni də biz düzəldəcəyik. More-la söz uzun söz olduğuna görə, çox hecalı söz olduğuna görə, daha doğrusu more accurately şəklində olacaq. A variantı doğrudur. Much dedik ki özündən sonra müqayisəni getirir.
Zen var burada, very adi dərəcədir. More accurate bu artıq sifətin üstünlük müqayisəsidir. Accurately də adi dərəcədir, qalır A variantı. 30-cu və sonuncu suala baxırıq. Burada nə var? I have a good night's sleep. Variantlardan gedəcəyik. Adverbün düzgün formasını seçməliyik. Most effectively olmalıydı. Effectively olmalıydı. Çünki effective sifətdir. Bizə isə zərf lazımdır. Ona görə A-nı da, B-ni də çıxıram. Much özündən sonra müqayisəni gətirir. Yəni much more effectively o da Y variantındadır. Çünki D variantında da üstünlük dərəcəsidir. Z-nin veribdir, amma effectively zərfdir. Yəni zərfin üstünlük dərəcəsinin qarşısında Z artiklı işlətməyəcək. Doğru variantımız isə Y variantı oldu. Bu da Güvən 2024-ün test toplusunda zərfin izahı oldu. Zərfin dərəcələrinin izahı oldu. Ümid eləyirəm ki, hər şey aydın oldu. Sualınız, hər hansı bir sualınız olarsa mütləq şəkildə bildirə bilərsiniz və